Salam əziz izləyicilər. Demək OTK-nın 7 dekabr 2025-ci ildə blok fənləri üzrə keçirdiyi sınav imtahanı sualların izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmayı unutmayaq. Demək baxıram sinif 11, birinci qrup. Demək birinci sualda nə deyir bizə? Deyir hər bir daxili bucağı 171 dərəcədir. Demək hər bir daxili bucağı 171 dərəcədirsə, onda hər bir xarici bucağı neçə dərəcə olur? 9 dərəcə. Niyə? Çünki çox bucaqlıda həmişə bir daxili bucaqla bir xarici bucaq, yəni cəmi həmişə 180 olur. Yəni, daxili bucaqla xarici bucağın cəmi 180 olur. Ona görə daxili bucaq 171-dirsə, xarici bucaq olur nə? 9 dərəcə. İstənilən çox bucaqlının xarici bucaqların cəmi 360-dır. Düzgün olduğuna görə xarici bucaqların cəmini bölürəm bir xarici bucağına, yəni 9-a, bərabər olur nəyə? 40-a. Demək, burada nə olur? 40 tərəfli düzgün çox bucaqlıdır bu. Tərəflərin sayı 40-dır. Diaqonal sayını tapmaq üçün n vur n-3 böl 2-dir. Demək, n-i yerinə 40 yazıram. 40-dan 3 çıxanda qalır 37 bölünsün 2. Bu ixtisar gedir, burada 20 qalır. 20-ni vururam 37-yə. Demək 74, 0, 740 oldu D variantı. Demək növbəti baxıram, ikinci sual. Deyir 6-ya bölünən 2 rəqəmli ədədlər çoxluğu A, 9-a bölünən 2 rəqəmli ədədlər çoxluğu B olursa, AB çoxluğuna daxil olan ədədlərin cəmini tapın. Yəni kəsməsinə. Demək olasın. A çoxluğu nədir? 6-ya bölünən 2 rəqəmli ədədlər çoxluğu. Biz bunların sayını tapmaq istəyiriksə, ən böyük 6-ya bölünən 2 rəqəmli ədəddən çıxıram ən kiçik 6-ya bölünən 2 rəqəmli ədədi, bölürəm 6-ya, üzərinə 1 gəlirəm. Demək, bu da neçə eləyəcək? 96-dan 12 çıxanda eləyir 84, 6-ya böldüm 14, üzərinə 1, 15. Demək, 6-ya bölünən 2 rəqəmli ədədlər 15 saydadır. 9-a bölünən 2 rəqəmli ədədlər çoxluğu B-dir. Ən böyük 9-a bölünən 2 rəqəmli ədəd 99, çıxılsın ən kiçik 9-a bölünən 2 rəqəmli ədəd 18, böldüm 9-a, üzərinə 1 gəldim. Demək, bu neçə olur? Bu da olur 10 dənə. Bu da 10 sayda. İndi kəsişmə demək nə deməkdir? Yəni, həm 6-ya, həm 9-a bölünənlər deməkdir, düzdürmü? Həm 6-ya, həm 9-a. Ədədlərin cəmini istəyir bizdən. Demək, həm 6-ya, həm 9-a bölünürsə, bu ədəd neçə bölünür? 18-ə bölünür. İndi ən böyük 18-ə bölünən 2 rəqəmli ədəd neçədir? Demək, 90. Ən kiçik 18-ə bölünən 2 rəqəmli ədəd 18, böldüm 18-ə, üzərinə 1 gəldim. Bu da nə qədər olur? 5 dənə. İndi bu 5 dənə demək ki, bizim nəyimiz var? 18-ə bölünən 2 rəqəmli ədədimiz var. Yəni, həm 6-ya, həm 9-a. Əslən, bunu birbaşa da yazmaq olar. Sadəcə bunun göstərmədə məqsədim, məsələ bu şəkildə verib, çoxluqda falan soruşa bilərdi. Məsələn, A fərq B-ni, B fərq A-nı. Yəni, bu şəkildə yaza bilərsin. İndi kəsişməyə aid olanların cəmi istəyir bizdən. Yəni, hər ikisinə bölünən. Bu da nə deməkdir? 18-ə bölünənlərdir, düzdürmü? Bunun elə bir ki, ən kiçik 18-dir, ən böyük 90-dır. Və bizə elə bir ki, bunların cəmini istəyir. Yəni, 6-ya elə bir ki, 18-ə bölünən ədədlərin cəmi. Bu da elə bir S5-dir də. 5 sayda ədəd var. Elə bir ədəd sizlərlə yazıram. İlk ədəd 18-dir, sonuc 90-dır. Böldüm 2-yə, vurdum sayını. Bu da nə qədər olur? Demək, 108 2-yə böl 54 vur 5. Bu da olur 270. Yəni, A variantı. Yəni, digər tərəfdən ədəd sizlərlə yəni, yazmaya da bilərsiniz. Belə də yaza bilərsən. Ən kiçik 18-dir. Sonra gələcək 36. Sonra gəlir məsələ 54. Sonra gəlir məsələ 72. Sonra gəlir 90. Yəni, bunları toplayıb yaza bilərsiniz. Məsələn, niyə ədəd sizlərlə yazıram? Bəlkə bu 15 dənə olacaq. Məsələn, 15 sayda olsaydı, durub bu şəkildə toplayacaq bir halımız yox təbii ki. Ona görə yəni ədədi sizlərdə düşünün burada. Yəni bunu deməkdə məqsədim odur. Yəni belə də yaza bilərdin ədədlərin sayı az olduğuna görə.
Cavab oldu nə? 270 A variantı. Demək, növbəti baxıram 3-cü suala. Kökdə 72. Demək, kök 72 nə deməkdir? 6 kökdə 2 deməkdir. 36 vur 2-də çıxılsın. Demək, fikir versək, 6 vurulsun. Kök 18, 3 kökdə 2 deməkdir. Kök 32, 4 kökdə 2 deməkdir. Burada sürət məxrəci bir qoşmaya vururam. Məxrəc olur 2 çıx, kök 2, 2 üstə gəl, kökdə 2. Sürətləri bir 2 plus kök 2'nin kvadratı da 2'nin kvadratı 4, 2 misli 4 kökdə 2, üstə gəl 2 olur. Üstə gəl, kök 27, 3 kökdə 3 deməkdir. Məxrəcdə 2 kökdə 3. Bu belə. Buradan kök 2'lər gedər. Buradan kök 3'lər gedər. Demək, qaldı nə? Buradan yazıram. 6 kökdə 2 çıxılsın. Baxın, 6'nı 3'ə vur. 18 böl 4. İxtisar eləyəcəm. Baxın, bu nə deməkdir? Kvadratlar fərqidir. 2'nin kvadratı 4. Məxrəc. Kök 2'nin kvadratı 2. Sürətdə də olur 6 üstə gəl 4 kökdə 2. Elə 4'dən 2 çıxanda 2 qalır onsuzdan. Üstə gəl. Demək, 2'də 3. Bunlar getdi, qaldı 2'də 3. Bu belə. İndi 6 kökdə 2. Bunlar qısa gedir. Qaldı 2'də 9. Üstə gəl. Baxın, burada sürət hər ikisində 2 ortaq çıxartsaq 2'lər gedər, qalar 3. Üstə gəl. Demək, 2 kökdə 2. Üstə gəl 2'də 3. 6 kök 2 ilə 2 kök 2 oldu. 8 kökdə 2. Üstə gəl 3. Baxın, mənfi 2'də 9, müsbət 2'də 3. Bu olur mənfi 2'də 6. Bu da olur mənfi 3. Bu da bundan gedir. Qalır 8 kökdə 2. Cavab D variantı. Yəni, qısa da yazmaq olar. Özüm açıq yazdım ki, başa düşün. Demək, növbəti baxıram. Üzülürsən. 4'ə. Demək, 4'də nə deyir bizə? Düz bucaqlı, 3 bucaqlı, iti bucaqlar alfa deyir, betadır. Kotangens alfa deyir 2'dir. Tangens beta bölünsün kosinus beta'nı bizdən istəyir. Demək, düz bucaqlı 3 bucaq çəkirəm. Baxın, bura alfa, bura beta. Kotangens alfa 2'dirsə, kotangensin tərifi nə idi? Bitişik katetin qarşı katına nisbəti. Demək, alfaya görə baxıramsa, bitişik katet buradır, qarşı katet buradır. Bitişik katetin qarşı katına nisbət 2'dirsə, buraya bir 2K olanda, bura olur K. 2K'nın K'ya böləndə 2 düşür. Pifagora görə 4K kvadrat, üstə gəl K kvadrat. Oldu 5K kvadrat. Onda hipotenuza olur kökdə 5K. Bu belə. Yəni Pifagorda elə bir 4K kvadrat, üstə gəl K kvadrat bərabər olur 5K kvadrat. Bu hipotenuza bərabərdir. Yəni kök alanda bunu verir. Şimdi bizdən nə istedi? Tangens beta. Baxın. Artıq tangens beta deyilsə biz beta'ya baxırıq. Tangensin tərifi nə idi? Qarşı katet bölü bitişik katet. Yəni 2K'nın K'ya nisbəti oldu 2. Sonra kosinus beta'ya baxıram. Kosinusun tərifi bitişik katetin hipotenuza nisbəti. Yəni K bölünsün kökdə 5K. Bu da gedir, qalır 1 bölü kök 5. İndi biz tangens beta bölü kosinus beta'nı tapmalıyıq. O kosinus da orada dəqiq. Bəli. İndi tangens beta bizdə bərabərdir 2'yə. Kosinus beta bərabərdir 1 bölü kökdə 5'ə. Bu da tərsinə yuxarı vurulur. Yəni sürətə vurulur. Olur 2 kökdə 5. O belə. Oldu D variantı. Demək, növbəti baxıram. 5-ci sual. Diametrləri 24, 38 olan iki çevrənin mərkəzi arasında məsafə 45'dir. Bu çevrələrin ən uzaq iki nöqtə arasında məsafəni tapın.
Diametrləri 24, 38, 12 çevrənin mərkəzləri arasında məsafə 45-dir. Demə baxın, bu bizdə olsun çevrə. Baxın, mən burada hal-hazırda bilmirəm də, bunlar kəsişir, toxunur, yoxsa daxildən toxunur, bilmirəm. Diametrlər 24-sə, demə birinin radiusu məsələn 12-dir. Birinin radiusu nədir? 19-dur. Bunların mərkəzi arasında məsafə 45-dirsə, baxın, bunları topla bir dənə nə qədər edir? 12 ilə 19-un cəmi 31 eləyir. Düzdürmü? 12 ilə 19-un cəmi 31 eləyirsə, demək bunlar nədir? Məsafə 45-dirsə, demək bunlar kəsişmir. Yəni bunlar bu şəkildədir. Qalsın belə. İndi qalsın. Demək ki, buradan bura 45-dirsə, demək bunlar bu şəkildədir, kəsişmir. Çünki 12 ilə 19-un cəmi 31 eləyir, 45-dən kiçikdir. Demək bunlar kəsişməməlidir ki, araya da bir məsafə düşsün. O da nə olsun? Yəni 45 ola bilsin. Bu şəkildə təzədən çəkim buradan. Demək bu çevrənin mərkəzi. Demək bura olsun 12, digəri olsun, bu olsun 19, digəri olsun 12. Bu belə. İndi bizə mərkəz arasında məsafə 45 desə, baxın buradan bura 45-dir. Düzdürmü? 19, 12, 31. Onda bu araya düşünə 14. 31 ilə 14, 45 eləyir da. Mənə deyək, bu çevrələrin ən uzaq iki nöqtə arasında məsafə. Ən uzaq deyəndə həmişə diametrdən keçməlidir o nöqtə. Ən uzaq deyirsə. Ən yaxın məsafə desəydi, çevrələr arasında ən yaxın məsafə. Onda 14 götürərdim. Ən uzaq deyirsə, diametrdən keçməlidir. Demək, burada 19-dur. Burada 12-dir. Bura A olsun, bura B olsun. İndi AB nəyə bərabərdir? 19, 19, 38, üstə gəl 14, üstə gəl 24. Bu da olur 52, 76. Oldu A variantı. Demək, növbəti baxıram 6-cı suala. D tərəfləri 7-10 olan paralelogramın böyük diaqonalın uzunluğunun mümkün natural qiymətlərin cəmini tapın. Gəlin baxaq. Bu bizdə olsun paralelogram. Bunun tərəfləri 7, 10-dur. Böyük diaqonal təbii ki, baxın budur. Bura 7-dirsə, bura nə olur? 10 olur. Deyir, uzunluğun mümkün natural qiymətlərin cəmini tapın. Deməyə baxın. Bu üçbucaq necə üçbucaqdır? Kör bucaqlı üçbucaq olurmu? İndi kör bucaqlı üçbucaq, baxın burada alfa kördə. Kör bucaqlı üçbucağa görə kör bucağın qarşısında duran tərəf cəmindən kiçik, 7 ilə 10-un cəmindən kiçik və kvadratlarının cəminin kökündən böyük olmalıdır. Yəni 49 üstə gəl 100. Bundan böyük olmalıdır həmin tərəf. Demək, kökdə 149-dan böyük, 17-dən kiçik. Kök 149-dan təqribinə çıxır. Demək, 121-dən 11 çıxır, 144-dən 12. Demək, bu 12,3 olsun məsəl üçün. Bu D, bu da 17. İndi bu aralıqda yerləşən natural ədəd nə var? 13 var, 14 var, 15 var, 16 var. Bizə bunların cəmini istəyir. Bu da neçə eləyir? Demək, 27 üzərində 15, 42, üzərində 16, 58. Oldu D variantı. Məsələn, kiçik diaqonal desəydi əgər, kiçik olsaydı, onda belə gedəcəkdi. Onda baxın, bura iti olur. Onda itiyə görə baxacaqdıq. Bərabər, iti, elə bir iti üçbucaqlının bərabərsinə görə baxacaqdıq. İndi hal-hazırda böyük diaqonal dediyinə görə hamıya məlumdur ki, bura kördür. Ona görə kör bucaqlıya görə baxdıq. Növbəti baxıram 7-yə. Kəsirin düzgün kəsir olmaq üçün eyni ala biləcək natural qiymətlərin cəmi. Eyni tip sual güvənədə düşüb bu gün. Demək, baxın. 5n çıx 7. Yəni sürət məxrəcdən kiçik olmalıdır düzgün kəsirdə. Kəsirimiz bu şəkildədir, düzdürmü? Demək, sürət məxrəcdən nədir? Kiçik olmalıdır. Ona görə 5n çıx 2n kiçikdir 13 üstə gəlir 7-dən. Bu da 3n kiçikdir 20-dən.
n kiçikdir 3'də 20. 6 tam 3'də 2'dən. Deyir n ABC natural qiymətlərin cəmi 1, 2, 3, 4, 5, 6. n ABC natural qiymətlər bunlardır deyə düşünürük. İndi gəlin baxaq görək. 1 burada yazsam nə olur? Sürət mənfi olur mu? Bəli. Deməli kəsir mənfisə bu düzgün kəsir ola bilməz. Mənfi kəsirlər düzgün sayılmır. Çünki adi kəsir bölünür 2 yerə, düzgün olmayan və düzgün olan. Adi kəsir hansı kəsir idi? Sürət və məxrəc naturada olarsa bu şəkildə kəsirən adi kəsir deyirik. Ona görə burada n-ə mən 1 yazsam sürət mənfi olur. Ona görə 1 ödəmir orada. Və 2 yazsaq ödəyirmi? Bəli. Ona görə 2-dən başlayır. Bunların da cəmi olacaq. Demək 5, 9, 14, 20. Cavab 20 olur. E variantı. Demək növbəti baxıram 8-ə. Kəsin deyir, ixtisar edin. Demək görə nə deyir? Sürət orada 6'dır yoxsa 4'dür? Demək orada 6 açıqsa, yəni ki 4 olmalı, kub verməlidir orada. A kubu üstə gəl 8. Demək məxrəcdən də 2'ni ortaq çıxartsaq, a kvadrat minus 2a üstə gəl 4. Bundan bu gedər. Orada qalır 3a. Baxın a kubu üstə gəl 8 nə deməkdir? A plus 2 kubla cəmi. A kvadrat minus 2a üstə gəl 4. Məxrəcdə a kvadrat çıx 2a üstə gəl 4. Baxın bu da bununla gedir. Vurub açsam sürədi 3a kvadrat üstə gəl 6a qalır. 3a kvadrat üstə gəl 6a A variantı. Növbəti baxıram 9'a. İfadənin deyir qiymətini hesablayın. Demək orada da ortaq. Demək 7 vurulsun. 2 üstü 12'ni saxlayayım hələ ki. 3 vur 4 üstü 6'da o. 6 ola yəqin. 4 üstü 6. 5 vur 8 üstü 4. 8 yazıram 2'nin kubu. Onun da üstü 4. Çıxılsın 8 vurulsun 2 üstü 11. Burada 4 üstü 6'nı baxın 4'ü yazaram 2'nin kvadratı üstü 6. Bu da elə 2 üstü 12 eləyir də. Və sürətdə ortaq 2 üstü 12'ni çıxartsaq qalır 7 üstə gəl 3. Məxrəcdə də 2'nin kubu üstü 4. Bu bizə elə 2 üstü 12 verir. Burada da 2 üstü 12, 2 üstü 11. Ortaq 2 üstü 11'i çıxartsam qalır 5 vur 2 çıx 8. Düz oldu mu? Sürət oldu 2 üstü 12 vur 10. Məxrəc olur 2 üstü 11. Vurulsun demək 5'i 2'yə vuranda 10 eləyir. 8 çıxanda 2 qalır. Buna vuranda 2 üstü 12 bunlar gedir. Qalır cavabımız 10. 10 olur D variantı. İnşallah ki şərti düz gördük. Növbəti baxıram 10-cu suala. Ədəd deyir 20 dəfə azaldıqda həmin ədəd neçə faiz azalar? Baxın, ədəd 20 dəfə azalarsa, gəl belə götürək. Ədədimiz olsun 100. Məsələn 100 manat pulumuz var, bu 100 faizdir. Ədəd 20 dəfə azaldı. 100 manatı 20 dəfə azaltdıq. Oldu 5. Bu oldu x faiz. Buradan x bərabər 5 vurulsun 100, bölünsün 100. Bunlar gedir qalır nə? 5 faiz. 100'dən 5 faizə nə oldu? 95 faiz azaldı. Yəni ki A variantı. Növbəti baxıram 11'ə. Deyir O nöqtəsi radiusu 6 olan çevrənin mərkəzi OABC rombdur. Bu rombun sahəsini tapın. Demək belə bir çevrə. Bu mərkəz. Bura A, O, demək BC. D nöqtəsi, O nöqtəsi radiusu 6 olan. Baxın radius 6'dırsa. Baxın buradan bura radiusdur, bu da radiusdur. Onda rombun tərəfi 6'dır, düzdürmü?
D çevrenin merkezidir. Bunun her biri 6'dır. İndi biz bunun sahəsini tapmalıyıq. Necə? Baxın. Mən bunu birləşdirsəm, bu da 6 olur mu? Bəli. Bu da 6 olur. Niye? Çünkü bu da buradan bura radiusdur. İndi burada biz ne aldıq? Bir bərabər tərəfli. Baxın. Bərabər tərəfli 3 bucaq aldıq mı? Bəli. Bərabər tərəfli 3 bucağın hər bir bucağı 60 dərəcə olduğuna görə deməli mən rombun sahəsini tərəfə və arasına qalan iti bucağa görə tapa bilərəm. Yəni a kvadrat sinus alfaya görə. Deməli a bizdə 6'dır. Kvadrat 36 vurulsun. Bucaq 60'dır. Sinus 60'dır kök 3 bölü 2. Bunlar gelir. Qalır 18 kökdə 3. O da olur E variantı. Növbəti baxıram 12'yə. D yan tərəflərin uzunluğu 18 olan bərabər yanlı üç bucağın bucaqlarından biri 120'dir. Onun ortada çəkilmiş median uzunluğunu tapın. Yəni standart sualdır. 10 demək 18 bərabər yanlı üç bucağın bucaqlarından biri 120. Təbii ki təpə bucaq 120 olur da oturacağı piçi bucaq 120 olmaz ki. Onun ortada çəkilmiş median uzunluğu. Baxın bura 120 isə oturacağa çəkilmiş hündürlük median tən bölən üst üstə düşür. Tən bölənə görə 120'nin yarısı 60 hündürlüğü 90 medianın neyini yarıya bölür. İndi ora 60 bura 30. Baxın 30'un qarşısındakı kat et. Hipotenuzun yarısıdır mı? Bəli. Oldu 9. Elə bu nədir? Mediandan. Sənin median istəyir. Baxıram növbəti 13'ə. A bərabər kök altda 15 çıxılsın 4 kökdə 11. Deyir ədədin kəsr hissəsini tapın. Biz bunun kəsr hissəsini tapmaq üçün ilk öncə ədədi sadələşdirməmiz lazım. Demək 4 nə deməkdir? 4 baxın 2 vurulsun 2 deməkdir. Baxın buradakı 2 normalde mən düşünürəm ki bu ifadə nəyinsə kvadratının açılışıdır. O kvadratın açılışında 2 misli var axı 2AB. Bu 2 baxın o 2'dir. Qırmızı olan o 2'dir. Ona baxmıram. Düşünürəm ki nələrin hasılı 2 kökdə 11 eləyir. 2 ilə kök 11'in. İndi bunların kvadratların cəmi 15'i verirmi? Verir. Vəssalam. Demək ki biz bu ifadənin əvəzinə belə bir şey yaza bilərik. Baxın. Birincinin kvadratı 11 edir. İkincinin kvadratı 4 edir. Toplayanda 15. İki misli de oldu. Kvadrat kökü itirir. Qalır modulda. Onsuz da o müsbətli modu daxil ifadə. Özüm böyüdən kiçiyini çıxdım ki müsbət çıxsın. Yəni 2 çıx kök 11 də yaza bilərsən. O modulda qalır. O da çıxanda qarşıya mənfi atıb yazmalısın. Mən elə birbaşa böyündən kiçiyini çıxdım. Bu belə. İndi ədədimiz baxın buymuş. Bunun kəsr hissəsini tapmalıyıq. Biz ilk öncə bu ədədin tam hissəsini tapmalıyıq. Kök 11'dən təqribi çıxır 3,4 tutalım ki. 3,4'dən 2 çıxanda qalır 1 tam neçə. Baxın buna təqribi elə ki 3 tam neçədən 2 çıxanda qalır 1 tam neçə. Məsələn 1,4 qalır. İndi 1,4'ün tam hissəsi nədir? 1. İndi kəsr hissə. Kəsr hissə nə idi? Verilən ədəddən. Baxın bundan yox. Verilən ədəd. Kök 11 çıx 2'dən çıxmalıyam tam hissəni. Bu da kök 11 çıx 3 olur. Cavab olur kök 11 çıx 3 E variantı. Növbəti baxıram 14'ə. 45 qram 45 kilogram 4% məhlulla 20 kilogram 6% eyni məhlulu qarışdırıb üzərinə 35 kilogram su əlavə etdikdə neçə faizi məhlul alınır? İndi qulaq asın. Birinci biz bilməliyik 45 kilogram 100%'dir bu məhluldur. Bunun 4%'i elə bir nədir? Duz da belə deyək. Bu olsun x. Buradan x'i tapanda 4'ü vurdum 45'e 180 bölü 100. 1,8. Demək 45 kilogramda 1,8 kilogram duz var. Bunu belə dedim. Sonra 20 kilogram. Bu da yeni başka məhlul 100%. Bunda 6% duzdur. Bu da olsun 1 y. 6'nı vurdum 20'ye 120 böldüm 100'e. Bu da oldu 1,2 kilogram. Demək birinci məhlulda 1,8 kilogram var. İkinci məhlulda 1,2 kilogram var. Sonra ne inir?
Deyir qarışdırıb üzərinə 35 kilogram su əlavə elədik. Baxın bunları qarışdırdım. 45'in üzərinə 20 gəldim. Oldu 65 kilogram. Baxın 65 kilogram. Bunun üzərinə də 35 kilogram su əlavə elədim. Bu yeni məhlulumuz oldu 100%. Məhlulda su əlavə edəndə demiş ki duz dəyişmir. Yəni duz stabil qalır. 65 kilogramda nə qədər duz olduğunu tapmaq üçün 1.8 ilə 1.2'ni toplayıram. Çünki bunun tərkibində 1.8, bunun tərkibində 1.2 toplayanda duzlar toplandı. Oldu 3 kilogram duz. Bu da oldu bir A faiz. O bizə yeni məhlulun faizi istəyir. A-nı tapırıq. 3'ü vurdum 100'ə olur 300. Bölünsün 65 ilə 35 neçə eləyir? Bu da 100 eləyir. Böləndə 3. Demək yeni məhlul neçə faizlidir? 3 faizli A variantı. Demək növbəti baxıram 15'ə. Deyir tənliyin böyük kökünü tapın. Baxın modulda 2x minus 13 bərabər 10 minus x. Düzdürmü? Baxın tənliyin böyük kökünü istəyir bizdən. Demək biz normalde modul yönündə nə deyirik? Bir dəfə olduğu kimi bir dəfə qarşı mənfi atırıq. Əslində o niyə olduğu kimi deyirik? Modul daxili ifadənin bir dəfə müsbət olduğunu düşünürük. Yəni 2x minus 13'ün bir dəfə 0'dan böyük olduğunu düşünürük. 2x'in 13'ten büyük, x'in 6,5'ten büyük olduğunu düşünürük. Şimdi x 6,5'ten büyükse bu modul olduğu kimi açılır. Yani 2x minus 13 beraber 10 minus x. Buradan 2x üste gel x beraber 10 üste gel 13. 2x üste gel x beraber 10 minus 13. Buradan 3x beraber 23. X beraber demək 7 tam 3'te 2. Səhv etmirəmsə bəli. Baxın həqiqətində x 6,5'ten böyükdür. Aldım nə? 7 tam 3'te 2. 7 tam 3'te 2 6,5'ten böyük olduğuna görə bu bizim kökümüz. Biri bu. Bir dəfə də x'i 6,5'ten kiçik düşünürük. İndi x 6,5'ten kiçikdirsə, indi normalde mənfi. Mənfi qarşı atıb. Yəni qarşıya mənfi atıb yazıram. Bu olur mənfi 2x üstə gəl 13 beraber 10 çıx x. Buradan da mənfi 2x üstə gəl x beraber 10 çıx 13. Bu da olur mənfi x beraber mənfi 3 x beraber 3. Həqiqətində 3 6,5'ten kiçikdir, bəli. Bir kökü də bu. Bizə nə istəyir? Tənliyin böyük kökünü istəyir. O da olur elə 7 tam 3'te 2. Baxıram 16'ya. Deyir atanın indiki yaşı oğlunun yaşından 7 dəfə çoxdur. Bu bizdə atadır. Bu da oğul. Demək 2 ildən sonra atanın yaşı oğlunun yaşından 5 dəfə. Baxın deyir atanın indiki yaşı oğlunun yaşından 7 dəfə çoxdur. Oğlun x yaşı varsa atanın 7x yaşı var. Bu indidir. Hal-hazırda. Deyir 2 ildən sonra. Yazıram sonra. 2 ildən sonra deyirsə oğul da 2 yaş böyüdü. Ata da 2 yaş. Düzdürmü? Ondan sonra nə baş verir? Sonra deyir atanın yaşı oğlunun yaşından 5 dəfə çox olarsa. Baxın bu atadır. Bu oğuldur. 2 ildən sonra deyir atanın yaşı oğlunun yaşından 5 dəfə çox olar. Baxın burada həmişə diqqətli olun. Yaşı kiçik olanı vurun. Gedib məsələ atanın yaşını 5'ə vurursunuz. Sonra deyir ki müəllim uşağı atadan böyük aldıq. Aydındır. Yəni ona görə həmişə kiçik olanı, yaşı kiçik olanı vurmaq lazım. Yaşı kiçik olan nədir? Oğuldur. Oğlu 5'ə vursam atanın yaşına bərabər olar. 7x üstə gəl 2 bərabərdir 5x üstə gəl 10'a. Buradan da 7x çıxırsın 5x bərabər 10 çıx 2'yə. 2x bərabər 8'ə, x bərabər 4'ə. Yəni gedib buranı 5'ə vuranda bir də görsən ki bığlı bir uşaq almışsan. O da olur uşaq atadan böyük çıxmış olur. Demək x oldu nə? 4. Mənə deyək ki atanın indiki yaşını tapın. Baxın atanın indiki yaşı 7x'tir. 7'ni vurdum 4'ə aldım 28. Atanın 28 yaşı var hal-hazırda. Növbəti baxıram 17'yə. Olduqda da aşağıdakı münasibətlərin hansı və hansılar doğru deyil. Demək A bərabər 2 vur 10 üstü mənfi 17.
B bərabər 6 vur 10 üstü mənfi 9. İndi baxın, hasil birincidə hasil verib. AB-ni vurdum bir-birinə. 12 vur 10 üstü. Demə mənfi 17, mənfi 9, mənfi 26. Burada bir vergül sola çəksəm, bunun üzərinə bir elə bir ki, neçə vergül sola çəkirsənsə, bunun üzərinə gəlmək lazımdır. Burada bir vergül sola çəkmişəmsə, mənfi 26-ın üzərinə 1 əlavə eləyəndə mənfi 25 olur. Yəni mənfi 1,2 vur 10 üstü mənfi 25. Bu doğrudur. Bu doğru. İndi 2'yə baxıram. B'ni A'ya bölüblər. Yəni elə bir ki, bunlar bölüblər bir-birindən. Yəni 6 vur 10 üstü mənfi 9'u bölüblər 2 vur 10 üstü mənfi 17'yə. 6'ın 2'yə böləndə 3 qalır. Baxın, bunu buna böləndə əsasla yeni qüvvətlər çıxılır. Elə bir ki, mənfi 9'un üzərinə 17 gəlirlər. Bu da olur nə? 6. Daha doğrusu üzrü sayın. 17'den 9 çıxanda 8 qalır. 6 nə idi? Bu da oldu doğru. Demək 2 də doğru. Üçüncü yanlış olur təbii ki. Niye? Çünkü bakın 6 2'den böyükdür. Eyni zamanda bakın onun qüvvəti bunun qüvvətindən kiçikdir. Təbii ki, bu da AB'den kiçikdir. Ama bize AB'den böyük verib yanlışdır. Cevap elə nə olur? 1-2. B variantı. Bize ne lazım? Bize doğru değil lazım. Az qala səhv edirdik. Doğru değil lazım. Bir dənə yalnız 3. Yalnız 3 doğru değil. Baxıram 18'e. Demək AB paralel düz xəttlər. Üçüncü düz xətt kəsib. Mənə deyir NMK, bura N, bura M, bura K. Bakın NMK 60. Bura 60. MN 12. Mənə M nöqtəsindən B düz xəttinə qədər məsafə. M nöqtəsindən B düz xəttinə qədər məsafə. Bütün sual topladı olmalıdır. Bakın M nöqtəsindən B düz xəttinə qədər məsafə deyilsə, baxın bizə buradan bura məsafə istəyir. 2 paralel düz xət, 3 düz xət kəsəndə burada əməliyyən daxili çarpazlar bərabər. Bura 60 sa, burada 60, burada 30. 30'un qarşısı hipotenuzun yarısı 6, 60'ın qarşısı da kök 3 dəfə böyük 6 kök 3. Cavab olur 6 kök 3 D variant. Bu belə. Baxıram 19'a. 19'da demək x dəqiqə sistemi verib. Demək x minus y4 x kvadrat üstəgəl y2 bizə dəqiqə sistemi həll edin deyir. Yuxarını aşağını toplasam x kvadrat üstəgəl x bərabər 6 olur. Y'lər gedirdi orada. X kvadrat üstəgəl x minus 6 0. Köklərin cəmi mənfi 1. Hasil mənfi 6. Demək bu da mənfi 3 ilə müsbət 2'dir. Demək bir dəfə x-a belə yazımda x1 mənfi 3 x2 2. Bu da x1'e bir dəfə mənfi 3 versəm, onda y1 nəyə bərabər olur? Mənfi 7'yə. Bir dəfə də x2'yə 2 yazsam, olur mənfi 2. Saf almadım neyse. Demək toplayanda mənfi 1 olmalıdır. Buranın da mənfi 6. Mənfi 3'e müsbət 2 bu doğru. Aparıb burada mənfi 3 yazsam olur mənfi 7. Mənfi 3 7. Doğru düz almışam da. Bu mənfi 3 mənfi 7 ve 2 mənfi 2. Burada E variantı. 2 mənfi 2 bir de mənfi 3 mənfi 7. Baxıram 20'ye. D velosipedçi 120 km yola motosikletçidən 1 saat çox vaxt sərf etmişdir. Velosipedçinin sürəti motosikletinin sürətindən az olasa, həmin yola nə qədər vaxt? Bax olasın. Demək. Bu olsun
Bu VSV'nin zamanı olsun. Bu da motosikletin zamanı olsun. Mənə deyir ki, VSV 120 kilometr yola, bizim yolumuz 120'dir. Bu her ikisi üçün geçerlidir. Aha. VSV yola motosikletçidən 1 saat çox vaxt sərf edir. Yəni bu nə deməkdir? Məsələn bu 4 saata gedirsə bu 5 saata gedir. Bu VSV məsəl üçün motosikletçidən 1 saat çox vaxt sərf edir. Yəni nə deməkdir? Sən 4 saata gedəndə o 5 saata gedir. Yəni bu mənada. Ona görə bu x zamana gelirsə bu x plus 1 zamana gedir. Bu belə. Sonra nə deyir? VSV'nin sürəti motosikletçinin sürətindən 20 km/saat azdır. Bu VSV'nin sürətidir. Bu da motosikletçinin sürəti. İndi qulaq as. VSV'nin sürəti motosikletin sürətindən 20 km/saat azdır. Yəni ki, motosiklet məsələ üçün V sürətlə gedirsə, bu gedir V minus 20 sürətinə. Belə. İndi qulaq asın. Bunların nələri bərabərdir? Bunların getdiyi yollar bərabərdir. Məsələn, bunun zamanı sürətinə vursam 120'ni verməlidir. Bunun zamanı sürətinə vursam yol verməlidir. Hər ikisi yolu eynidir. Məsələn, x plus 1'i V minus 20'ye vursam. Bu da 120 eləməlidir. Zamanı sürətə vurdum. Gedilən yolu verdi. Burada da zamanı vurdum sürətə 120 verməlidir. Belə. Yuxarını vurub açsaq. Oca x v çıxılsın 20x üstə gəl v çıx 20 bərabər 120. Buradan x v'nin yerine 120 yazsam. Bunlar gedər. Buradan alıram ki v çıxılsın 20x bərabərdir 20'ye. Baxın v çıxılsın 20x bərabərdir 20'ye. Düzdürmü? Düzdür. Buradan mən v'ni taparam. 20 üstə gəl 20x. Baxın tənqid sisteminə gedirəm də. Gətirəm baxın burada nəzərə alıram. V'ni yerinə yazıram 20 plus 20x. Demək x vurulsun. V'ni yerinə yazıram 20 üstə gəl 20x bərabərdir 120'ye. Buradan vurub açsaq olur 20x kvadrat. Üstə gəl 20x. Çıx 120 bərabər 0. Hər tərəfi 20'ye bölsəm x kvadrat üstə gəl x minus 6 bərabər 0. Toplayanda mənfi 1 vuranda mənfi 6. Mənfi 3 ilə müsbət 2'dir. Təbii ki biz müsbəti götürürük. Çünki burada zamandan söhbət gedir. X orada zamandır. Demək x oldu nə? 2. Bizdən VSV həmin yola nə qədər vaxt sərf edər deyir. Vaxt yəni zamandır. X 2'dirsə 3. Demək VSV həmin yola 3 saat vaxt sərf edər. E variantı. Növbəti baxıram 21'ə. Kökləri verib kvadrat tənliyində x1 4 olsa x2 plus q'nu istəyir. Baxın x kvadrat üstəyə 7x üstəyə q bərabər 0. Kvadrat tənliyində deyir x1 4 olarsa. Demək köklərinin cəmi mənfi 7 olur. Hasil isə q olur. Burada x1'in əvəzinə 4 yazsam x2 olur mənfi 11. Buradan da q'nu tapa bilərəm. x1 4 x2 mənfi 11 bərabərdir q'ya. Burada q'nu tapdım nə? 44 mənfi. Bizə də x2 yəni mənfi 11 üstəgə q yəni mənfi 44 istəyir. Bu da olur mənfi 55. Yəni C variantı. Növbəti baxıram 22'ye. Demək belə bir çevrə var. Bu bizdə mərkəz. Belə bir şəkil. Demək A, O, B, C. Bu da M. Deyir mərkəz O nöqtəsini olan çevrədə A, O, B. Baxın A, O, B. Baxın bu. Bura bir alfa yazıram. Üstə gəl A, C, B. Baxın bu. Buna bir beta yazıram. Bunların cəmi 87'dir. Əla. Baxın. Bu mərkəzi bucaqdır mı? Fikir verin. Bu mərkəzi bucaqdır. Mərkəzi bucaq
söykənən qövsə bərabərdir. Deyə də belə yazım. Orada kəsilə girməyək. Məsələ baxın. Bu nədir? Bu daxili bucaqdır. Bura bir alfa yazmışam. Daxili bucaq söykənən qövsün yarısıdırmı? Bu qövsün yarısı olacaq da, düzdürmü? Bəli. Yəni bura olacaq nə? 2 alfa. İndi bu mərkəzi bucaqdırmı? Mərkəzi bucaq söykənən qövsə bərabərdirmi? Bəli. Onda belə çıxır ki, burada olacaq 2 alfa. İndi bizə AOB, yəni 2 alfa. Üstəgəl ACB, yəni alfa bərabər 87. 3 alfa 29. Alfa birbaşa yazdım. Alfa olacaq nə? 29. Məndən AMB qövsünü istəyir. Baxın, AMB 2 alfadır. 2'ni vurdum 29'a, olacaq 58 dərəcə. AMB qövsünün dərəcə ölçüsü 58 E variantı. Baxıram növbəti 23'ə. Demək 23'də AB'ni 3 verib. A bölü B'ni 6 verib. Oradan çarpaz edersem A bərabər 6B olur. Bizə A kvadrat üstəgəl B kvadrat ifadəsinin qiymətini istəyir. Burada gətirəm A'nın yerinə 6B yazıram. 6B vur B bərabərdir 3'ə. Buradan B kvadrat bərabərdir 2'də 1'ə. B 2'də 1. B kvadrat 2'də 1. Onda B nəyə bərabərdir? B bərabərdir plus minus 1 böl 2. Yəni kökdə 2'də 1. Buradan B'nin yerine yazsam A bərabərdir plus minus 6 vur kökdə 2'də 1. İndi bizdən A kvadrat üstəgəl B kvadrat istəyir. Artıq burada müsbət mənfinin mənası yoxdur. Yoxsa kvadrat müsbət eləyir. Demək A nədir? Buna bərabərdir. Onun kvadratı 36 vur 2'də 1. Üstəgəl B kökdə 2'də 1. Bu da 2'də 1. Bu olur 18. Üstəgəl 2'də 1. Yəni 0.5. Olur 18 tam 5. Demək 23'də 18 tam 5. Növbəti baxıram 24'ə. ABC'də deyir düzbucaqlı trapesiyasında. Demək bir dənə çəkim buradan. Demək bu düzbucaqlı trapesi. Bura 90, 90. Bura A. Bura B, C, D. Bura 45. Baxın. BC 14. AD, AD. 26. Ben buradan bir tane hündürlüğü çeksem. Bura 14. Buraya 12 düştü mü? Ben burada görürüm ki burada bir beraber yanlı düz bucaklı 3 bucaq əmələ gəlir. İti bucaq 45 olduğuna göre. Bura 12'dirsə, bakın burada 12'dir. Məndən sahə istəyir. Və hündürlüğü 12 tapdım. Sahə A, yəni 26. Üstəgəl B 14. Bölü 2 vur H, o da 12. 26'dan 14 eləyir 40. 2'ye böldüm 20. Vur 12. 240. Cevap olur burada 240. Növbəti baxıram 25'ə. Demək belə bir şəkil. Demək belə bir çevrə var. Böyle bir çevre var. Bura M. Bura N. Bura C. Ve buradan demək mərkəzdən bir parça gedib. Biz bilməliyik ki burada bu tənböləndi. Niyə? Çevrənin xaricində 10 nöqtədən çevrə 2 toxundan çəkiləndə aradan çıxan şua mərkəzdən gedirsə bu tənböləndi həmişə. Bunu unutmayın. Yəni önəmlidir. Oturacağı MK olan bərabər yanlı, hətta bərabər yanlı üçbucaqdır. MNK üçbucağın daxilinə mərkəz o nöqtəsində olan çevrə çəkilmişdir. O N 10'dur. Bakın bura 10. O N 10'dur. OP 6'dır. OP OP. Bura 6'dır. MNK üçbucağının sahəsini istəyir. Bura KDC yazmışam. Şu an bax fikir verin mən. Bu tənböləndirsə, baxın tənböləndirsə, eyni zamanda mediandır, hündürlüktür. Bu məlum məsələ. İndi biz bu üçbucağın bakın sahəsini tapmaq istəyiriksə, elə bir hündürlüyümüz var 16. Bizə nə lazım? Oturacaq lazım. Oturacağı necə tapa bilərik? Mən buradan nə görürəm?
Buranın radius olduğunu görürəmmi? Bəli, bax bura nədir? Radius. Bura radiussa bunu belə çəksəm. Bu da radius olurmu 6? İndi Pifagora görə bura bir x yazsam. Onun kvadratı 100. Baxın x kvadrat bərabər 100. 36 bərabər 64. X nəyə bərabər? 8. O bu oldu 8. Düzdürmü? Bəli. İndi baxın, bura bir y yazsam, burada y olar mı? Bəli. Niyə? Çevrənin xaricində olan nöqtədən çevrəyə toxunanlar çəkiləndə onlar nə olur? Bir-birinə bərabər olur. Demək, burada nə aldıq? Bunu silim. Baxın, burada nə aldıq? Düz bucaqlı, üç bucaq. Bax, katet, hipotenuz. Buradan gedib y tapsam. Burada y tapıb 2'ye vursam oturacağı taparam mı? Bəli. İndi bax yazıram. Demək, y kvadrat üstə gəl. Ondan 6 demək, cəmi 16 kvadrat 256 bərabər y plus 8'in kvadratı y kvadrat 16 y üstə gəl 64. Buna y kvadratlar gedər. Burada qalır 16 y bərabər 256'dan 64'ü çıxıram. Altdan 4 çıxanda burada 2 qalır. Bu da 19 olur. Y bərabər demək 1 12. Y oldu 12. Bura 12 idisə burada 12. Demək bütöv nə oldu bura? 24. Mən gedib sahəni tapa bilərəmmi? Bəli. S bərabər 2'də 1, A'sı 24'dür, B'si də B nə idi? Başının hündürlüyü AH 16'dır. Bu da bununla gedib burada 8 qalır. 24'ə vuranda elə 192 olur. Sahə olur burada 192 santimetr kvadrat. Demək növbəti baxıram 26'ya. Deyir 18'e böldükdə 15, 24'e böldükdə 21, 30'a böldükdə 27'de alınan ən kiçik naturali tapın. Amma bir A ədədimiz var. 18'e böləndə qalıqda qalır 15. Sonra bir A ədədimiz var. 24'e böləndə qalıqda qalır 21. Bir yenə A ədədimiz var. Eyni ədəddir. 30'a böləndə qalıqda qalır 27'də. Yəni, bu şagirdlərə demişəm. Yəqin sizin də müəllimlər sizə deyib. Baxın. Ədəd, məsələn, eyni bir ədədi məsələn, böləndə fikir verin. Bölənlə qalıqların fərqi eynidirsə, bax, fərqə bax 3. Fərqə bax 3. Fərqə bax 3. Demək, nə etməlisən? Bölənlərə tapırsan əkub. Bax, əkub 18, 24, 30. Bu əkub neçə eləyir? Demək, Ve 18 ne demek? O böyle yazımda. 2 vur 3'ün kvadratı deməkdir. 24 ne deməkdir? 2'nin kubu vur 3 deməkdir. 30 ne deməkdir? 2 vur 3 vur 5 deməkdir. Demək 2'nin kubu ortaq. Ortaq deyil. Demək köpdə elə böyüyünü götürsən. 2 var. 2'nin kubu var. 2 var. Böyüyünü götür. Qüvvəti çox olanı götür. 3'ün kvadratı var. 3 var. 3'ün kvadratını götürürsən. Bir de 5'i götürürsən. 8'i 9'a vur 72. 5'e vur 360. Əkop oldu 360. Demək, əkop tapdıq. Əkop tapandan sonra nə edirsən? Çıxırsan, bunların arasına qalan fərqi. Yəni, fərq nə idi? 3. Cavab olur 357. Yəni, ən kiçik ədəd, baxın, ona görə əkop tapdım ki, ən kiçik ədəd məsələsinə görə. Ən kiçik natural ədəd tapın. Cavab olur 357. Növbəti baxıram 27'yə. Tənqid sistemi üçün də yalnız bir həlli var, həlli yoxdur. Sonsuza. Yalnız bir həll nə deməkdir? Yeganə deməkdir. Yeganə həll olması üçün 2'nin 5'ə nisbəti bərabər olmamalıdır. Mənfi 3'ün B-yə nisbətinə. Yəni, bu bir-birinə bərabər olmamalıdır. Bu olur 2B bərabər deyil mənfi 15'ə. B bərabər deyil mənfi 7,5'ə. Baxın, B mənfi 7,5 olmamalıdır. O biri nədir? A böl 10. Baxın, indi biz A bizə nə olmalıdır? A'nın biz üçün bir önəmi yoxdur burada. Əsas məsələ odur ki, A1'in A2'yə, B1'in B2'yə bərabərliyi ödənməsin. Yəni, A'nın burada bir önəmi yoxdur, belə deyim. Yəni, A'ya nə istəsən verə bilərsən.
İndi ona göre bakın. B olmamalıdır, mənfi 7,5. İndi A 4'lü olsun. Hiçbir problem yoktur. Demek 1'e oldu B. Baxıram burada da B 7,5 ola bilməz mənfi. A bərabər deyil 4 olsun, yəni problem yoxdur. 4 ola da bilər, olmaya da bilər də. Yəni əsas B'dir burada. Mesela A fərqlidir 4. A'ya 4'ten başqa bir ədəd ver, yenə yeganə həll olacaq onun üstə. Yəni ondan bir problem yoxdur. Demək 1'ə B ilə D getdi. 2'yə baxın. 2'də nə deyir? Həlli yoxdur. Həlli yox olması üçün A1'in A2'yə bərabərdir. B1'in B2'yə nisbəti bərabər olmalıdır. C1'in C2'yə nisbəti bərabər olmamalıdır. Bu şərt ödəməlidir. İndi 2'nin baxın 5'ə nisbəti bərabər olmalıdır. Mənfi üçün B'yə nisbəti bərabər olmamalıdır. A'nın 10'a nisbətinə. Görə hansı ödür? Demək burada 2B bərabərdir mənfi 15'ə. Demək B olmalıdır nə? Mənfi 7,5. Demək B mənfi 7,5 olmalıdır. Yaxşı. İndi görək nə baş verir burada. B'yə tutalım ki, məsələn A'ya baxıram. B'yə mənfi 7,5 yazsam əgər. Mənfi 7,5 yazsam, baxın, bu da 5'də 2 olur. B'yə mənfi 7,5 yazsam, baxın, bu da 5'də 2 olur. A'ya 4 yazsam, bu da 5'də 2 olur. Bu hamısı birbirine bərabər oldu. Amma biz dedik ki, bərabər olmamalıdır. Ona görə A uyğun deyil. Yəni A 4 olmamalıdır. A 4 olmamalıdır. Demək B mənfi 7,5 olmalıdır. A 4 olmamalıdır. Baxın bu. 2'ye getdi C. Yaxşı. B mənfi 7,5. A mənfi 4 olsa nə olar ki? Bu da öyle yerde. Ona göre E de uygundur. Mesela A bir dənə 4 ola bilməz də. Başka her şey olabilir. Ona göre mesela bak B mənfi 7,5 olmalıdır. Düzdürmü? A'da bir dənə 4 olmamalıdır da. Şimdi bak B mənfi 7,5 olmalıdır. A'ya da mənfi 4 koysam ne problem var ki? Bu da ödəyəcək də. Yine bunun həlli yox olacaq. Ona göre E de uygundur. Sonra 3'e bakın. Sonsuz sayıda olmaq üçün hamısı nisbətləri bərabər olmalıdır. 2'nin 5'ə, mənfi 3'ün B'yə, A'nın da 10'a. Bir də A variantı uyğundur. A 4 olanda 5'də 2 olur. Bir də mənfi 7,5 olanda 5'də 2 olur. 3'ə də olacaq A. Baxıram növbəti 28. Birinci kran havuzu doldurmak, ikinci kran ise boşaltmak üçündür. Demek birinci kran 5 saat, ikinci kran 3 saat açık olduqda boş havuzun onda 3 hissəsi dolur. İkinci kran 4 saat, birinci kran 2 saat açık olduqda ise dolu havuzun 15'te 1 hissəsi boşalır. Her iki kran eyni anda açık olduqda boş havuz nə qədər vaxtda dolar? Demek ki məsələni belə yanaşaq. Mesela birinci kran demək havuzu doldurur məsələ üçün x saata. Bu x saata doldurur. İkinci kran ise mesela y saata boşaldır. Düzdürmü? İndi birinci kran 5 saat işləyəndə elə bir bu qədər su vurmuş olur. Belə deyək. İkinci kran 3 saat işləyəndə bu boşaldı diye çıxıram. Biri doldur, biri boşaldır. Bərabər nəyə? Havuzun onda 3 hissəsi dolur. Şimdi ikinciye fikir verin. Burada dikkat olun. Değil bak ikinci kran 4 saate. İkinci kran budur. Demek ben 4y'den 2 saat açık olanda 2x'i çıksam beraber olacak 15'te 1'e. Burada tersine verip yani demek istəyir ki ikinci kran 4 saat, birinci kran 2 saat açık olanda dolu havuzun 15'te 1 hissəsi boşalır. Burada boş olan hissəni verdiyinə görə mən elə bir ki boşaldandan dolu olanı çıxdım. Ona görə. İndi buradan tənqid sistemini həll edək. Necə? Məsələn, nə itirək? Tutalım ki, x itirmək istəyirəm. Buranı vururam 2'yə, buranı vururam 5'ə. Bu olur 10x çıx 6y bərabər 10'da 6. Aşağıda 5'ə vuranda 20y çıx 10x. Demək 5'ə vuranda 15'də 1 olacaq, 3'də 1. Yuxarı aşağı toplasaq bunlar gedir. 20'den
6 çanı qalır. 14y bərabərdir. Demək 10'da 6 üstə gəl 3'də 1 eləmi? Topladım da mən düzdür. Demək buranı elə bir ki 3'ə vururam. Sürət məxrəci bu 30'da 18 olur. Buranı da 10'a vururam. 30'da 10 olur. Bunları da toplayanda olur 30'da 28. Burada y bərabər. Buna xısa gedir. Burada 2 qalır. Qalır 15'də 1. Aha. Demək y'in sürətini tapdıq. Aparıb x'ə, y yerinə yazıb x'i taparam. Demək 5x çıxılsın. Y yerinə 15'də 1 yazsam 3'ə vuranda eləyir 5'də 1 bərabər 10'da 3. Buradan da 5x bərabər 10'dan 5'ə köp elə 10'dur. 10'da 3 üstə gəl 10'da 2. Buradan da 5x bərabər 10'da 5. X bərabər 10'da 1. Baxın birinci kran sürəti elə bir 10'da 1'dir. İkincinin 15'də 1'dir. Deməli hər iki kran eyni anda açıq olduqda dediyinə görə bu x doldurur, o birisi boşalır. 10'da 1'dən çıxıram 15'də 1'i. Demək buranı vururam 3'ə, buranı vururam 2'yə. Olur 30'da 3 çıx 30'da 2, bu da olur 30'da 1. Baxın x'i birlikdə işləsə, mesela 1 sağda 30'da 1'ini doldurur. Şimdi bütövi neç sağda doldurar? 30'da 1'in tersi. Yani 30 sağda bütövümüz dolar. Cevap olur 30. Bu belə. Baxıram 29'a. Demək belə bir düz bucaqlı verib bizə. Baxın belə bir belə bir şəkil. Bura A, bura B, bura C, bura D, bura M, bura N. Deyir ki BM böl MA 3 böl 1. Demək bura 3x, MA 1x. AN böl N'di. Burayla bir 3K olsun. N'de olsun 4K. Deyir ki ram hissənin sahəsi düzbucaqlı hissənin sahəsinin hansı hissəsini təşkil edir? Heç nə. Bax qulaq asın. Mən nə edirəm? Baxın. Bunun sahəsini tapmaq bizim üçün çətin olar. Amma mən buranın sahəsini taparam. Bütövdən çıxaram, oranı verir. Düzdürmü? İndi gəl yazaq. Bu sual topla da olmalıdır. Səhv etməmişəm. Baxın. S. Bura bütöv nədir? 7K. Buraya yazıram 7K. Bax S. B, M, C üçbucağın sahəsi. Bax bunun sahəsini tapıram. Düzbucaq üçbucağın sahəsi nədir? 7K vur 3x bölü 2. Bu oldu 21kx bölü 2. Bunun sahəsini tapıram. S, A, M'in bərabər 3kx bölü 2. Bunun sahəsini tapıram. S demək CDN. Bura nədir? 4x da. Burada 4x. Demək vuranda 16kx bölü 2. Belə. İndi yaxşı bütöv düzbucağın sahəsi nədir? ABCD'nin. 7K vur 4x. 28kx. İndi baxın. Biz S, M, NC'nin sahəsini tapmaq istəyirsə, baxın bunun sahəsini tapmaq istəyirsə, bütöv sahədən bunların cəmini çıxsaq, bizə nə verəcək? MNC'ni verəcəyimi? Bəli, bütöv sahə 28kx'dir. Bundan çıxıram, qeyd elədiklərimin sahələrin cəmini. 2'də 21 üstə gəl 2'də 3. Bu edir 2'də 24 üstə gəl 2'də 16, 2'də 40 nə olur? 2'də 40. 2'də 40 nə deməkdir? Elə 20kx deməkdir. 28'dən 20kx çıxanda qalır 8kx. İndi mənə şərtdə deyir ki, iştiram hissənin sahəsi, yəni 8kx
Düzbucağının sahəsi, yəni 28-də kx-in hansı hissəsidir? Kx-lər gedir, 4-ə gedir, qalır 7-də 2. Və 7-də 2 hissəsidir. Bunu bu şəkildə yaza bilərsiniz. Növbəti baxıram 30-a. Demək 30 nə deyir? İspat edin ki, katitlər AB, hipotenuzu C olan düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu düsturla tapıla bilər. İndi qulaq asın. Və bunu necə tapaq? Bu səfər bir dəfə güvən də isbatına düşmüşdü. Yəni bu isbatları fərqli vermək olar. Məsələn, koordinatlar üstündən də getmək olar. Pifagorla, sahələrin bərabərliyindən. Məsələn, mən belə gedim. Mesela bakın Pifagor teoremi birlikte ünlü düzbucaqlı üçbucaqda Pifagor teoremi var. Yani katitlərin kvadratların cəmi bərabər hipotenuzun kvadratına. Burada bakın A kvadrat üstəgəl B kvadrat yazıram ki A plus B'nin kvadratı çıx 2AB bərabər C kvadrat. 2AB'ni sağa, C kvadratını sola keçirirəm. Olur A plus B'nin kvadratı. Çıx C kvadrat bərabər 2AB. Burada kvadratlar fərqi tətbiq etsəm A üstəgəl B çıx C A plus B üstəgəl C bərabər nəyə? 2AB. Düz oldu mu? İndi buradan A üstəgəl B çıx C bərabərdir. Bax 2AB bölünsün A üstəgəl B üstəgəl C. İndi biz ixtiyari üçbucaq üçün daxilə çəkimi çevrənin radiusu düsturu necə idi? 2S bölünsün A üstəgəl B üstəgəl C. İndi mən burada baxın A plus B plus C'nin əvəzinə belə bir şey yaza bilərəm də. Onu aşağı indirin biraz. Baxın buradan yazıram ki A üstəgəl B üstəgəl C bərabər 2S bölünsün R-ə. Düz oldu mu? Bu olsun belə. İndi aparıram. A üstəgəl B çıx C bərabərdir 2AB. Baxın bunun əvəzinə 2S böl R yazsam 2S məxrəcə düşür. R qalxır sürətə. Düzdür mü? Demək A üstəgəl B çıx C bərabərdir. Buradan 2'lər gedir. AB vurulsun R. Burada S sahədir, üçbucağın sahəsi. Söhbət düzbucaqlı üçbucaqdan getdiyinə görə düzbucaqlı üçbucağın sahəsi nə idi? Katetlərin hasilinin yarısıdır da. Düz olur. Bəli. Buna da baxın. Bunlar gedir. Qalır A üstəgəl B çıx C bərabər nəyə? 2R-ə. Bu iki məxrəcləri bu sürətə qalxır, tərsinə vurulur. Buradan da R bərabərdir A üstəgəl B çıx C bölü 2. Və buradan da biz düzbucaqlı üçbucağın daxilə çəkimi çevrənin radiusunu, yəni bu düsturla hesablaya biləcəyini gördük. Və bizə də bunu ispat elə demişdim. Bu şəkildə də ispat edə bilərsiniz. Sağ olun, hər birinizə uğurlar. Növbəti sınaqlarda görüşənədək.